Salam, Golden Tədris Mərkəzi. Bugün sizlərə üslü ifadələrə aid bir sualın izahını verəcəyim. Keçək sualın şərtinə. Sualda deyilir ki, 12 üstündə x 10 olarsa, 2 üstündə 2x plus 1 vurasın 3 üstündə x plus 2 ifadəsinin qiymətini tapın. Bunu necə edəcək? Verib ki, 12 üstündə x bizə verib 10. İndi deyək ki, bu ifadənin qiymətini tap. 2 üstündə 2x üstə 1 vurasın 3 üstündə x plus 2 bərabərdir. Bunu belə yazmaq olar da bu ifadəni. 2 üstündə 2x vurasın 2 üstündə 1. Əsas rayonda qüvvətlər toplanır. Vurasın 3 üstündə x vurasın 3 üstündə 2. O da bərabərdir. 2 üstündə 1 2 edər. 3 üstündə 2 də 9. Vurasın. Bu 2 üstündə 2x da belə yazıram. 2 üstündə 2 10 üstündə x vurasın 3 üstündə x bunun yanında. 2 9'un bir adı 18 vurasın. 2'nin kıvatı 4 üstünde x var. 4 üstünde x vurasın 3 üstünde x. O da beraberdir. 18 vurasın. İndi qüvvətlər eynidirsə belə yazmaq olar. 4 vuraq 3 üstündə x. Bütöv qüvvət kimi. Bu da 18 vuraq. 4 3'ün neçədir? 12 üstündə nə var? X var. Şərtdə 12 üstündə x-i bizə neçə verib? 10 verib. Bunun yerinə 10 yazaram. Yəni ki 18 vurasın 10. O da bərabərdir 180 edər. Doğru cavab. Deməli doğru cavabımız neçə oldu? Y variantı.